Eyvanlar şəhərin ən ideal müşahidəçiləridir. Memarlıq baxımından isə eyvan təkcə estetik bir detal deyil, bir binanın xarakterini formalaşdıran, bir şəhərin simasını tamamlayan elementdir. İçəri şəhərin eyvanlarından isə xüsusi danışmaq istəyirik sizə. Çünki buradakı eyvanlar bərpa olunur. Bu eyvanların hər biri fərqli dövrün memarlıq üslubunu və şəhər həyatının izlərini özündə daşıyır. İllər boyu küləyə, yağışa, ümumiyyətlə zamana tab gətirən eyvanlar indi yenidən əvvəlki görkəminə qaytarılır. İçəri şəhərin müxtəlif küçələrində yerləşən tarixi eyvanlar növbə ilə bərpa olunur. Artıq 200-dən çox eyvan bərpa olunub. Məlumat üçün bildirirəm ki, 22 hektar sahədə bizdə 600-dən çox eyvan var və bir il ərzində artıq Neftçilər prospektində, Əziz Əliyev küçəsində, Vəli Məmmədov küçəsində, Hərb və Böyük Qala küçəsində bərpa işləri aparılıb. Aparılan bərpa işlərinin əsas məqsədi ilk növbədə tarixi memarlıq nümunələrinin qorunub saxlanılmasıdır. Uzun illər ərzində təbii aşınmaya məruz qalan eyvanların bir qismində konstruktiv zəifləmələr yarandığı üçün görülən işlər təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir. Bərpa zamanı eyvanların ilkin görünüşünün, memarlıq üslubunun və dekorativ elementlərinin qorunmasına xüsusi diqqət yetirilir. Məqsəd bu tarixi detalların müasir materiallarla dəyişdirilməsi deyil, onların orijinal görünüşünü mümkün qədər saxlayaraq yenidən möhkəmləndirilməsidir. Eyvan sadəcə bir tikilinin əlavəsi deyil, həm də zövq və xarakter ifadəsidir. Küçə ilə ev arasındakı körpü rolunu oynayan bu tikililər insanın həm şəhərə qarışdığı, həm də öz içinə çəkildiyi məkandır. İsti iqlimli bölgələrdə eyvanlar evin tənəffüs sistemi rolunu oynayıb. Bundan başqa eyvanlar təkcə sərinləmək, nəfəs almaq üçün deyil, həm də şəhəri izləmək, insanlarla ünsiyyət qurmaq, gündəlik həyatı müşahidə etmək üçün bir məkandır. Vaxtilə eyvanlar ev sahibinin zövqünü və statusunu da ifadə edirmiş. Məsələn, Məmmədkərim Ramazanovun bu mülkünün 2 məşhur eyvanı olub. Binanın taxtalı eyvanı muğam gecələrinin təşkili üçün imiş. Naxışlı eyvan isə Ramazanovların istirahət yeri olub. Bu eyvandakı naxışlar maraqlı simvolik məna daşıyır. Yarpaq şəkilli naxışlar Bakının küləkli şəhər olduğunu simvolizə edir. Daş üzərində oyma naxışlar, taxta şəbəkələr, dəmir işləmələr sadəcə bəzək deyil, həm də bir növ evin dili sayılır. Hər eyvan həm də öz sahibinin xarakterini göstərir. Aparılan bərpa işlərində də gələcək nəsillərə memarlıq irsinin orijinal görünüşdə ötürülməsi üçün tarixi atmosfer xüsusi qorunur.